Ən problemli azarkeşlər əslində İngiltərə, yəni Londonun cənub-şərqi West Ham və Millwall. Millwall komandası var. Onlar əslində rəsmi xuliqan komandaları deyirlər. Yəni onların arasında ən çox kriminal, məhz futbolla bağlı elementdə kriminal element var. Hətta indi uzun müddət ki Millwall Championship'dədir, West Ham isə Premier Liqadadır. O komanda üz-üzə gəlmir. O komanda üz-üzə gələndə İngiltərədə, Londonda ən çox polis iki futbol komandasının oyununa cəlb olunur. Dəqiq sayı sizə deyə bilməyəcəm, amma ən çox polis cəlb olunur. Hətta mən belə bir şey deyim ki, sizə məsələn West Ham ilə Millwall'un pubları yan-yanadır. Çünki Londonun eyni hissəsini təmsil edirlər. Polis bir növ zəncirə alır həmin o pubları ki, ancaq bir klubun azarkeşləri olsun. Və belə bir şey var ki, orada bəzən olur ki, məsələn polis əvvəlcə bir komandanın azarkeşlərinə imkan verir getsin. Yarım elan verirlər ki, yarım saat sonra o biri komandanın azarkeşləri gedəcək. Çox mu? Əvvəlcə yəqin ev sahibləri gedirlər. Pubdan. Düşünün, pubdur ya, elə mən stadion demirəm.